Bu özümüz üçün yaratdığımız belə bir oyundur ki, hansı saatdə nə edirsən, belə bir şey fikirləşmişik. Bunu heç hardan götürməmişəm. Bu sənət əsəri hədiyyələrdir. Bu da sepə oxşayan bir şeydir. Qəşəng görsənir. Belə rəng-bərəng 5 ulduz yazmışam. Bu bizim həmişə oynadığımız oyunlardır. Xoşlayırıq. Bu dəfə kvadrat yox, rombik paxlava kimi düzəltmişəm. Bu məncə daha göz yorur, amma dəyişiklik olsun deyə elədim. Ona qədər rəqəmlər asan və rahat gəlir. Ən çox onu oynamağı xoşlayırıq. Bu klasik düzəltdiyimiz kvadratdır. Karandaşlar. Keçən dəfə rəngli flomasterlərimiz var idi. Onlardan çox belə daha dəyişik bir formada olub. Kitab oxuyanda istifadə olunan. Əslində kitab yazılmasına çox adam qarşıdır. O markerlər olur, belə sarımtıl, fosfor rəngi. Highlight eləmək üçün də o. Bunlar onlardan da 3 dənə olan. 3 deyil idi əslində. Burada 3'dür. Bir dənə çəhrayısı da var idi. O tərəfdə qalıb. Onu ən çox işlətmirik də. 3'dən çox işlətdiyimiz. Bu o dəfədən qalandır. Bu da həmin oyunlardan biridir. Bu sənət əsərdi, qaldı burada. Yəqin yaddan çıxartdı. Bu da qəşəngdir, belə yanaqlarını bəzəyib. Tombul adamlar çəkib dünən, arıq qız çəkib. Saçları da zəif çəkib. Amma o tərəfdə kipriklərini qəşəng çəkmişdi, vurğulamaq qaşı. Başqa nə var idi? Orada da 1-2 dənə saç var idi. Daha gür saçlar deyil axır vaxtlar. Bu tombul adam, bu özüdür. Ata ilə özünü çəkib yəqin ki. Bu daha az yaşlılara xitab etdiyini düşündüyüm oyundan biridir. Kvadrat, üçbucaq, paxlava, rombik, dairə, oval. Bunun formasına eləndə yaxşı alınır. Bizdə rəngli ruçkalar idi. O qədər də uğurlu alınmır. Belə. Bunu içine işləməmişdik. Bu balaca əldir. Riyaziyyat götürmüşdüm ki, krest çəkmə asan da olsun, belə damalı. Əsl oyun belədir də, yəni. Balaca əldə olan icra edilir, böyükdə icra edilir ki, daha çox olsun. Bütünlə oynayıb tapdıqlarımızdır. Rəqib axtaranda sən krestik qoyursan ki, tez bitirəsən, udasan deyə. Bu da belə yazılmış yazı idi. Götürdü, highlight elədi istədiyi sözləri. İnanmıram ki, onu ətini oxuya bilər, çünki qarışıq yazılıb xətt baxımından. Bir də bu var. Belə rəngli arada istifadə elədiyimiz